28 dekabr günü günün ikinci yarısında Marniyuldə baş vermiş müəmmalı ölüm hadisəsinin təfərrüatları məlum olub. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə 67 yaşlı kişi ərazidə ağır texnika ilə yol çəkilişi işləri aparılarkən dəmir borunun üzərinə düşməsi nəticəsində ağır xəsarətlər alıb və hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı polis 60 yaşlı bir nəfəri saxlayıb. Daxili İşlər Nazirliyinin rəsmi saytında yayımlanan məlumatda deyilir. Marniyuli rayon polis idarəsinin əməkdaşları tikinti işləri zamanı təhlükəsizlik qaydalarının pozulması və bunun insan ölümünə səbəb olması faktı üzrə 1965-ci il təvəllüdlü şəxsi saxlayıblar. İstintaqla müəyyən edilib ki, Marniyuli bələdiyyəsi ərazisində təqsirləndirilən şəxs ağır texnika ilə yol çəkilişi işləri apararkən dəmir boru 1958-ci il təvəllüdlü şəxsin üzərinə düşüb. Aldığı xəsarətlər nəticəsində həmin şəxs hadisə yerində həyatını itirib. Keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində hüquq mühafizə orqanlarının əməkdaşları 60 yaşlı şəxsi təqsirləndirilən şəxs qismində isti izlərlə saxlayıblar. Faktla bağlı istintaq Gürcistan Cinayət Məcəlləsinin 240-cı maddəsinin ikinci hissəsi ilə aparılır ki, bu da 5 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Qeyd edək ki, bundan əvvəl Aktualcı xəbər portalının hadisə ilə bağlı sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi İstintaqın Cinayət Məcəlləsinin 115-ci maddəsi üzrə aparıldığını bildirmişdi. Sözügedən maddə isə özünü öldürmə həddinə çatdırmanı nəzərdə tuturdu. Bunu da məlumat üçün bildirək ki, dünyasını dəyişən 67 yaşlı kişi Marniyuli sakini Rafiq Musayevdir. O uzun illər ictimai-siyasi fəaliyyətlə məşğul olub, eləcə də illərlə Marniyuli Bələdiyyə Məclisinin üzvü olub.